Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bir daha salamlayırıq sizi əziz dostlar. Ramazan ayı boyunca siz əzizlərə Ayətullah Sistani, Ayətullah Xameneyi və Ayətullah Məkarim Şirazi ağalarının nəzərlərini çatdırırıq. Bu məsələlərdən də biri yenə fitrə zəkatı məsələlərindəndir. Fitrə zəkatı necə ki hədislərdə buyurulmuşdur, mal zəkatı, yəni mala görə verilən zəkat malın sığortasıdır. Necə malın sığortasıdır və həmçinin fitrə zəkatı da bədənin sığortası hesab olunur. Alimlər buyururlar, fitrə zəkatının xərclənilməsi, yəni məsrəf olunması yerləri həmin mal zəkatının, yəni mala görə verilən zəkatın xərclənilməsi yerlərdir. Bu yerlər 8 yerdir ki, Quranda buna toxunulmuşdur ki, fəqirlərdir, miskinlərdir, çox ehtiyacı olan, yəni borclu şəxslərdir, Allah yolundadır, yolda qalan şəxsin ünvanına çatdırılmasına görə köməkliklərdir və həmçinin bu kimi 8 məsrəfdir ki, alimlər buyururlar, fitrə zəkatını da həmən bu yerlərdə istifadə elə bilərik. Amma Ayətullah Sistani ağanın nəzərinə gəlincə isə bu məsələdə Ayətullah Sistani ehtiyat vacibə əsasən buyurur, fitrə zəkatını fəqət və fəqət, əlbəttə ehtiyata görə fəqir və miskinlərə gərəkdir çatsın. Əlbəttə fəqir və miskin dedikdə bütün fəqirlər, miskinlər nəzərdə tutulmur, bunların özlərinin də xüsusiyyətləri vardır. Təqribən 4 xüsusiyyətə gərəkdir, diqqət olunsun. Birinci xüsusiyyət fəqirin imanının olması, imanda məqsəd, yəni 12 imam şiəsi olması nəzərdə tutulur. Və həmçinin ikinci xüsusiyyət budur ki, fəqir insanın, yəni fitrə verəcək şəxsin, verən şəxsin vacibin nəfəqəsi olmasın, yəni nəfəqəsi ona vacib, yəni ehtiyacı ona vacib olan şəxs o. Məsələn, insanın xanımı kimi, övladı kimi, atası kimi, anası kimi şəxslərdən olmasın və həmçinin fitrə verilən şəxs günah üçün o fitrəni xərcləməsin, gərək buna diqqət olunsun və həmçinin ehtiyat vacibə əsasən alimlərimiz buyururlar, fitrə götürən şəxs, yəni fitrə verən şəxs gərək diqqət eləsin ki, fitrə götürən şəxs üzdə günah eləyən şəxs olmasın, namaz qılmayan şəxs olmasın, şərab içən şəxs olmasın, bu şəxslərə fitrə verilməsi ehtiyata görə olmaz. Və həmçinin bir şəxs özü seyyid deyilsə, haşimi deyilsə, qeyri-haşimiyə fitrə zəkatını verməlidir. Yəni, haşimiyə seyyidə, seyyid olmayan şəxs fitrə zəkatını verməli deyil. Əlbəttə, bu məsələdə başqa bir yol ilə ona fitrə zəkatını çatdırmaq olar. Məsələn, bir şəxsin özü seyyid deyil, fitrə zəkatını çıxardır. Seyyid olan şəxsin özü və ailəsi ehtiyaclıdır. Yəni, fitrə zəkatı çıxaran şəxs onun ailəsinə ki, seyyid deyil, məsələn, xanımı ki, seyyidə xanım deyil, fitrə zəkatını o seyyidə olmayan xanıma verə bilər. O seyyidə xanım da öz ailəsi üçün o fitrə zəkatını xərcləyə bilər, öz uşaqları üçün, öz seyyid olan yoldaşı üçün. Burada da heç bir müşkül yoxdur. Və həmçinin alimlərimiz buyururlar, bir fitrə zəkatına bir neçə şəxsə vermək olar. Məsələn, bir fitrə zəkatı dedik 3 kiloqram qədərində qida məhsulu və yaxud onun pul miqdarıdır ki, bunu bir və daha artıq şəxsi ödeyə bilər və yaxud əksi də həmçinin icazəlidir. Bir neçə fitrənin qidasını və yaxud pulunu, məsələn, fərz eləyək 10 fitrə qədər, 20 fitrə qədərində bir pulu bir şəxsə də verməyin heç bir işqalı yoxdur. Və həmçinin fitrə verdiyimiz zaman da lazım deyil ki, fitrə zəkatını verdiyimiz şəxsə bildirək ki, bu fitrə puludur. Hətta yəni heç bir bildiriş olmadan, ona bildirmədən də o pulu fitrə zəkatını şəxsə verməyin heç bir eybi yoxdur. Adətən bəzi vaxtlar bəzi insanlar çox həssasdırlar. Məsələn, fitrə zəkatı olduğuna görə o məvacibi götürməyi istəmirlər. Bu halda onlara bildirməyin də heç bir
yəni bildirməməyin də heç bir işqalı yoxdur. Vəssalamu aleykum və rəhmətullah.